Avqustun 8-də Turan İnformasiya Agentliyinin və reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı jurnalist Mehman Hüseynov polis idarəsinin çağırışı ilə Səbail rayon polis idarəsinə gedib. İdarədə o 20 iyunda keçirilən ekspertiza rəyi ilə tanış olub. Ekspertiza rəyində göstərilir ki, Mehman Hüseynov xəsarət almayıb. Jurnalist rəy ilə razı olmadığını müstəntiqə bildirib və protokola da qeyd edib. Ekspertiza gec təyin olunduğu üçün bədənimdə xəsarətlərin görünən əlamətləri itmişdi, deyə Mehman Hüseynov əlavə edib. Ekspertiza rəyi təqdim olundu. Biz ekspertiza rəyini oxuduq və ekspertiza rəyində göstərilirdi ki, 20 iyun 2012-ci tarix ekspertiza rəyində göstərilirdi ki, Mehman Hüseynovda hər hansı bir xəsarətlərin əlamətləri aşkar olunmuşdur. Bizə qeydimizə yazdıq ki, ekspertiza qəsdən gec təyin olunur və təyin olunduqdan sonra da 10 günə qədər müddət gecikdirildikdən sonra keçirilir və bu onun gözlənilib ki, istintaq xəsarətlərin görünən əlamətləri, obyektiv əlamətləri itsin, buna xidmət edib. Ona görə də biz rəylə razı olmadığımızı bildirdik. Növbəti gün Rəhim Həsənov gəlib ifadə verəcək və biz lazımi sənədləri istintaqa təqdim edəcəyikdir. Sonradan təqdim etmə, protokolu təqdim etmək. Xatırladaq ki, Mehman Hüseynov iyunun 12-sində Səbail rayon polis idarəsində 3 saata yaxın dindirildikdən sonra şübhəli şəxs qismində saxlanılıb. İyunun 13-də Cinayət Məcəlləsinin 221.2.2 xuliqanlıq maddəsi üzrə təqsirləndirilən şəxs hesab olunub və məhkəməyə göndərilib. Məhkəmə həbs qəti imkan tədbiri seçməsə də, Səbail rayon polis idarəsində Mehman Hüseynov barəsində başqa yerə getməmə barədə iltisam qəti imkan tədbiri seçilib. Mehman Hüseynova qarşı açılmış cinayət maddəsində 2 ilədək islah işləri və ya 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Mehman Hüseynovdan şikayət edən polis əslində fotojurnalistin peşə fəaliyyətinə müdaxilə edərək onu təhqir edib, zor tətbiq edib. Polis Mehman Hüseynovun və onun iş yoldaşı Rəhim Həsənovun kameralarına zərbə endirərək onları sındırıb. RATİ və bir çox beynəlxalq təşkilatlar Mehman Hüseynova qarşı cinayət işinin açılmasını siyasi sifariş hesab edir. Bu addım Eurovision yarışmasından sonra vətəndaş cəmiyyətindən qisas almaq kimi qəbul olunur.